Bu avtomobilin dizaynı olduqca ikonikdir. Yüksək kalibrli insanların avtomobili olan Lincoln Town Car Amerikan full size'larının ən gözəl nümunələrindəndir. Klasik Amerikan proporsiyalarında qurulan Lincoln Town Car'ın ön bamperi xüsusilə önə çıxıb, xrom radiator barmaqlığı, xrom hərəkət olunan Lincoln emblemi, nəhəng işıq optikası, dönmə işıqlandırılması, eləcə də iri side marker üzərində də Lincoln emblemi dayanır və ətrafı xromla bəzədilib. Nəhəng kapot altında da nəhəng mühərrik dayanır. 4,6 litrlik V8 mühərrik 210 at gücü hasil eləyir. 4 pilləli avtomatik transmisiyalarla təchiz olunub. Bu avtomobilin at gücündən, sürətlənməsindən yox, mühərrikin sürüşdə verdiyi həzzdən danışmaq lazımdır. 225-70 R15 ölçüdə təkərlər, Lincoln'un özünə məxsus OEM disklər çox gözəl disklərdir. Həmçinin yan qanadda xüsusi bir yazı var ki, Jack Nicklaus adındadır, Signature Series. Bu avtomobil xüsusi buraxılışdır. Jack Nicklaus Amerikanın ən tanınmış golf ustalarındandır ki, onlarla çempionatın qalibi olub və Lincoln'la kollaborasiya ediblər ki, onun adı altında xüsusi Lincoln'lar buraxılacaq ki, ölkəmizdə olduqca eksklüziv bir modeldir. Avtomobilin dövrəsi boyunca xrom kantlar davam eləyir. Qapılarda, yan qanadlarda həmçinin klassik Amerikan dizaynı olan qabırğalı bir effekt də var. Qapılarda da metalın üzərindədir. Heç bir əlavə plastik element deyil. Çox kiçik ölçülü arxa görüntü güzgüləri var. Xrom dayaqdadır, xrom qapağı var və isitməlidir. İsitmə yazısı isə əl yazmada yazılıb. Heated sözü görəcəksiniz burada. Və avtomobilin xüsusilə qapı dəstələrindən danışmaq lazımdır. Geniş ölçülü qapı dəstəkləri var və səsini dinləyin bunun. Çox gözəl səslənməsi var. Həmçinin klassik Amerikanlı olaraq kodla avtomobilin bağlanmağı, açılmağı həm sərnişin qapısını, həm sürücü qapısını və xüsusilə də bagaj qapısını da düymə vasitəsilə açmaq olur. Bütün qapılar xrom kantlarla yenə də bəzədilib və xüsusilə arxa qanadda olan bu balaca şüşədən danışmaq lazımdır. Heç bir funksionallığı yoxdur, ancaq xüsusi dizayn elementidir və Executive Series olduğunu da burada yazılıb, əl yazma iləndir. 225-70 R15 ölçüdə. Burada da təkərlər dayanır, eyni ölçülü təkərlərdir. Ön askı, yaylı askı olmağına baxmayaraq, arxa askı pnevma askıdır ki və avtomatik nizamlanır. 75 litrlik yanacaq çəni və avtomobil işə düşərkən xüsusi belə açılan anteni də var ki, bu da klassikanın bir nümunəsidir. 2 metrlik eni olan bu avtomobilin arxa alın şüşəsi çox qeyri-adi işlənib, hündürlüyü az olmağına baxmayaraq nisbətən vertikal tərzdə qurulu və olduqca elegant bir dizaynı var. Burada vahid bir diod zolaq uzanır. Arxa gediş işıqlandırması burada yerləşib. Lincoln yazısı stop fənərinin üzərində ənənəyə sadiq olaraq bolluca xrom. Bagaj qapısı kod vasitəsilə dediyim kimi həm qapıdan açılır, eləcə də talonda sandıqçanın içərisində yerləşir ki, onu birazdan sizə göstərəcəm. Nömrə işıqlandırılması olduqca belə geniş işıqlandırmadır və sonradan avtomarket olaraq avtomobilə arxa görüntü kamerası quraşdırılıb. Bagaj qapısı salondan açıldı və ərazisi 600 litrdən artıqdır. Ehtiyat təkər xüsusi belə hündürlüyü var ki, onun üzərində yerləşdirilib. Bura nə qədər desən yük vura bilərsən. Amerikan full size'dır. Bu onun tipik xasiyyətlərindən biridir. İçi parçalıdır. Bagaj qapısının dartqısı var ki, buna bax. Və salam. Çıqqı elədisə, bagaj qapısı bağlandı deməkdir. Amerikan ənənələri salonda da davam eləyir. Hər yerdə dəri, xrom və iri düymələr. Əl dəstəyi burada dəri ilə örtülüb və görürsünüz ki, çox qeyri-adi tərzdə işlənib. Dirsə altlığı da dəridir və o açılır, içərisinə hər hansı əşyalarınızı ata bilərsiniz. Sonradan bu avtomobilə orijinal alkantar çəkilib. Burada xüsusi bölmələr var ki, onlar alkantarla bəzədilib. Bu isə avtomobilin səs dinamikidir. Əl dəstəkləri iridir, təmiz metal və üzəri xromla bəzədilib. Burada ağac işləmələri olduqca gözəl görsənir. Həmçinin şüşələrin tam düymə vasitəsilə idarə olunması, onların bloklanması, güzgülərin idarə olunması və ön oturacağın da düymə vasitəsilə nizamlanması var burada. Lincoln yazısı da qapıda da var. Əks etdirici də təhlükəsizliyi baxımından çox vacib olub həmin vaxtlar. Və xüsusi qeyd olunmalı bir mövzu, burada ön panelin davamı olaraq dizayn elementi kimi hava kanalını bu tərzdə dik yerləşdiriblər ki, şüşələrin tərləməsinin qarşısını alsın. Tankarın parklanma əyləci ayaqdadır və ayaqdan da elə yenə də onu buraxmaq. Ön kapotunun açılma düyməsi, həmçinin burada 96-cı il üçün xüsusi bir elektron qurğu var ki, bu avtomobilin uzaq vuran, yaxın vuran işıqlarını özü nizamlayır. Ağac işləməli, möhtəşəm sükan, airbag və üzəri dəri ilə örtülüb, üzərinə siqnal yoxdur, siqnal yalnız düymə vasitəsilədir kənarlarda.
şəkildə siqnal verir. Və cruise control mövcuddur avtomobildə. Cruise controlunu idarə etmə düymələri. Təbii ki, klassik amerikanlı olaraq transmisiyanın əl dəstəyi birbaşa sükanın arxasında yerləşir. O da xromlandır. Bu Amerikalı zavoddan 6 nəfərlik buraxılıb. Təsəvvür eləyin ki, burada ön oturacaqda 3 nəfər əyləşə bilərdi. Yəni bir sərnişin də ortada əyləşsə 3 nəfər rahat hərəkət edə bilərsiniz. Çünki burada rahat bir divan yerləşdirilib. Amma sonradan təhlükəsizlik qaydalarına görə bu ləğv olundu və qadağan olundu. Artıq burada sərnişin əyləşmək olmaz. Oturacaqlar tam orijinal dəridəndir və təhlükəsizlik kəmərlərinin bağlama nöqtələrindən baxın metalikdir və üzəri də təbii ki xromdur. Təhlükəsizlik kəməri bağlanarkən xüsusi belə bir səs verir və açılır. Oturacaqların üzərində başlıq hissədə Lincoln yazısı, mexaniki yolla başlıqlar idarə olunur. Həmçinin burada dirsə altlığımız var. O da dəridəndir, düymə vasitəsilə açılır. İçərisində parçalı bir döşəməsi var. Stəkan altlığı da bu tərzdə işləyiblər burada. Ön panel tamamilə dəridəndir, üzərində real tikişlər mövcuddur. Klimat kontrolunu idarə etmə düymələri, hava kanalları görürsünüz mexaniki yolla idarə olunur. Gözəl, ənənəvi avtomobillərdir. Yanacaq çayının qapağının salonundan düymə vasitəsilə açmaq olur. Burada da alın şüşəsinin qızdırıcısıdır. Təbii ki, bir Amerikan klassikasında olduğu kimi alışqan mütləq şəkildə olmalıdır. 12 voltluq elektrik yuvası olaraq da istifadə edə bilərsiniz. Burada davam eləyirik. Sərnişin hava yastığı burada yerləşdirilib və üzərində də Town Car yazısı var. Dəridəndir. Sandıqça olduqca genişdir və içi də parçalıdır. Bagaj qapısının açılma düyməsi isə baxın bura yerləşdirilib, gizlədilib daha doğrusu. Sarı bir düymədir, basmaqla bagaj qapısı açılır. Tavan dediyim kimi sonradan alkantarla üzlənib. Burada günlüklər xüsusi qeyd etmək lazımdır. Günlüklərdə işıqlandırma, kosmetika güzgüsü və 2 nöqtəli günlüklərdə baxın yandan gün vurursa bunu da istifadə edə bilərsiniz. Bu da ön hissədən gələn işıqlandırmanın qarşısına alır. Onlar da alkantarla işlənib. Kiçik işıqlandırma blokumuz var. O da klassik dizayndadır. Hərəkət etdirmək olur sağa, sola. Həmçinin avtomobildə 96-cı il olmağına baxmayaraq arxa görüntü güzgüsünün tünelləşdirməsi mövcuddur. Oturacaqlar olduqca rahatdır. Yəni bu avtomobili rahat belə tək əllə idarə etmək olar. Arxa oturacaqlarda oturmaq bahalı ofis kreslolarında oturmadan heç fərqlənmir. Olduqca yumşaqdırlar və rahatdırlar. Burada da hər tərəf bahalı materiallarla işlənib. Kiçik dirsə altlığı var sizin üçün. Avtomobilin təkər bazası 2982 mm olduğundan burada diz məsafəsi olduqca genişdir. Baxmayaraq ki, ön sürücü və sərnişin oturacaqları tam şəkildə arxaya çəkilib. Baş məsafəsi də kifayət qədər var. Təbii ki, qapılar dəri ilə işlənib, ağac işləmələr klassikaya sadiq olaraq külqabı, alışqan və xrom əl dəstəyi, həmçinin arxa şüşələrin də elektrik nizamlanması var. Avtomarket burada artıq pərdə də quraşdırılıb. Eləcə də əl dəstəyi də ağacdan işlənib. Ön oturacaqların arxa hissəsinə birləşdirilmiş belə əl tutacaqları var ki, həm düşməyə, həm də minməyə avtomobilə köməklik eləyir. İstehsal ilindən bugünə kimi yalnızca 126.000 kilometr yol gedən bu 1996-cı ilin Lincoln Town Car-ı çox sevindirici haldır ki, ölkəmizdə bu vəziyyətdə qalan bu Amerikan klassikasının full size-ları var. Bu onun nadir nümunələrindən biridir. Yəni olduqca yaxşı vəziyyətdə, restavrasiyaya ehtiyac duyulmayan belə bir avtomobil var ölkəmizdə. Hal-hazırda bu avtomobil, yəni istehsal günlərində olan qiymətdən qat-qat ucuz qiymətə satılır. Ən çox yaxın bir dostumun avtomobili və məmnuniyyətlə bunu elan edirəm ki, bu avtomobil satışdadır. Maraqlanan şəxslər hətta mənə də yaza bilər, mən də avtomobili göstərə bilərəm, hətta ünvanı da qeyd edirəm sizə ki, harda baxış keçirə bilərsiniz. Lincoln Town Car ramalı sedandır. 6 yerlikdir və xüsusilə də askı sistemindən danışmaq lazımdır. Öndə yaylı askı sistemi, arkada isə avtomatik nizamlanan pnevma askı sistemidir ki, bu da ona olduqca yumşaqlıq verir. Yəni, hər kəs dünyada harası tələsərkən, hamı tez tələsi işlərini görərkən Lincoln Town Car-da qətiyyən tələsmək lazım deyil. Heç o tələsmək də fikri də yoxdur Town Car-ın. Ölçüləri olduqca nəhəngdir. 5550 mm-dən artıq uzunluğu var, 2 metrə yaxın eni var, metrə yarım hündürlüyü var. Bu avtomobil ölçülərinə baxmayaraq idarə etməsi olduqca rahatdır. Yəni, əsas bu nəhəng qurulanda
Amerikan mühəndislərinin etmək istədiyi də məhz bu olur ki, idarə olunma ideal olunsun. Dövründə yəni marketoloqlar avtomobilləri qətiyyən müdaxilə etmirdilər. Avtomobili hazırlayırdılar, məhsulu və dedilər ondan sonra ki, bunu satın. Artıq marketoloqlar da müdaxilə edir işin özəlinə. Nəhəng avtomobilin nəhəng kapotunun altında 4,6 litrlik V8 mühərrik yatır, 210 at gücü hasil eləyir və 4000 Nm-dən artıq fırlanma anı var. Qaz pedalı ləng ola bilər, bu çox normaldır. Yəni bu avtomobildən xüsusi sürətlənmə falan belə şey tələb etmək də düzgün deyil. Yəni bu o sinif avtomobil deyil ki, bundan ideal sürətlənmə tələb edə bilərsən. Amma mühərrik özünü çox güvəndə hiss eləyir və kifayət qədər də gücü var mühərrikin və onu dartqısı o qədərdir ki, yəni istənilən sürətdə qaz pedalına bassan yenə də reaksiya verəcək. Vaxtilə bu avtomobildə çox hörmətli insanlar hərəkət edib. Yəni Amerikan prezidenti, Amerikada vəkillər, həkimlər, hörmətli və imkanlı insanlar. Qulluqları baxımından danışsaq, klassik mühərrik, sadə transmisiya, askı sistemi anlaqlı bir askı sistemidir ki, müasir dövrdə, yəni sadə bilikləri olan, deyək ki, usta belə bunu rahatlıqla qulluq eləyə bilər tankara. Qulluq xərcləri demək olar ki, olmayan bir avtomobil siyahısındandır. Transmisiya keçidinin dəstəyi, sükan arxasında olmağı çox gözəldir. Sükan mexanizmi olduqca gözəl qurulub, çox yumşaqdır. Avtomobildə şüşələnmə idealdır. Şüşələrin quruluşu tam kvadrat kəsimlərlə olunub deyə klassik Amerikanlı proporsiyalarına uyğun və görüntü möhtəşəmdir sadəcə. Avtomobildə görüntü problemi olmur. Baxın, əyləciləmədə yüngül lənglik ola bilər. Bu da avtomobilin çəkisindən və uzunluğundan deyək ki, irəli gələ bilər. Avtomobili saxlamaq sizə nisbətən çətinlik törədə bilər, amma buna öyrəşmək lazımdır. Öyrəşəndən sonra artıq sıxıntı deyil. Ən böyük nüanslardan, pis olan məqamlardan biri yan görüntü güzgüləridir. Baxın, buradan demək olar ki, heç nə görünmür. Çox kiçikdir, hətta mikrokarlarda, yəni motosikl güzgülərinin ölçüsündədir yəni bu güzgülər. Çox maraqlıdır ki, niyə məhz bu ölçülər, niyə bu nəhəng proporsiyalara baxmayaraq avtomobilin güzgüləri məhz bu ölçülərdə qurulub. Bunu həmin dövrün mühəndislərinə sual vermək lazımdır ki, niyə? Arxaya görüntü çox azdır, buna görə də diqqətli olmaq lazımdır avtomobili idarə edərkən. Cəlbedici bir avtomobildir. Ağ rəngdə, qara dəri salonla, ağac işləmələrlə, xrom detallarla, orijinal yürüyüş, sağlam mühərrik, sağlam askı, sağlam transmisiya. Transmisiyanı qeyd edeyim ki, 4 pilləlidir, avtomat transmisiyadır və kifayət qədər yaxşı işləyir. Vurmalar, hər hansı lənglik yoxdur. 96-cı il üçün əla qurulmuş bir simbioz var burada mühərrik və transmisiyanın. Gözünün qarşısında digital belə yaşıl rəngdə klassik görüntüsü olan bir sürətlər paneli var ki, informasiyanı tam olaraq ötürür sənə. İstər avtomobil mühərrikinin temperaturu, yanacaq səndə nə qədər yanacaq olduğu, sürət rejimi hansı sürətlə hərəkət edirsən, avtomobilə dair bir sıra mesajlar nə varsa, mesaj center deyilən ərazidən sizə ötürülür. Mesaj kutusu var orada hətta. Avtomobil sahibi tankara kiçik özəlliklər qatıb. Bu da Alpine səs sistemi quraşdırılıb daha sonra avtomarket bura və gözəl də səslənməsi var. Ancaq istirahət olunası bir avtomobildir. Sözün yaxşı mənasını bu avtomobili idarə edərkən qətiyyən yorulmursan. Yorğunluq hissi verməyin. Müasir avtomobillərin bir çoxunda olduğu kimi bu avtomobildə qətiyyən yorğunluq hissi bəxş etmək yoxdur.